Dəyərli tələbələr, hər birinizi xoş gördük. Xaricdə təhsil şənbəsi rubrikamızın növbəti bölümündəyik. Deməli, bugünkü mövzumuz sizin seçiminiz üzərinə İsveçdə təhsillə bağlıdır. İsveçdə ümumi olaraq bir-iki məlumat verim, sonra daha sonra sizin belə deyək, yazdığınız suallara keçəcəm. İlk olaraq İsveçdə təqaüdlü təhsil almaq üçün özlərinin də təqaüdü var. SI professional təqaüdü var. Keçmiş adı ilə VIZB adlanır. Və Azərbaycan Dövlət Təqaüd proqramı var. İsveç universitetlərinə müraciət 15 yanvar tarixində universitet seçimi bitir və 1 fevral tarixinə qədər sənədlər yüklənməlidir ki, təqaüdə çata biləsiniz. Bunlar ümumi bizim deyə biləcəyimiz, bu səfər danışa biləcəklərimizdir. İndi mən sizin sualları oxuyuram. Bu arada suallar Instagram üzərindən bizə yönləndirilmiş suallardır. Əgər növbəti videolarda sizin də suallarınızın cavablandırılmasını istəyirsinizsə, siz də səhifəmizi izləyə bilərsiniz. İlk sual olur ki, tam təqaüd üçün mütləq 81-dən yuxarı ortalama lazımdırmı? Qeyd etdiyim kimi iki növ təqaüd var. Bir var Azərbaycan Dövlət Təqaüd proqramı. Azərbaycan Dövlət Təqaüd proqramında 81 ortalama tələbi mütləqdir təbii ki, amma İsveçin SI təqaüdü professional təqaüddir. Yəni ortalamaya baxmır, ortalama tələbi yoxdur. Əsas tələbi sizin iş təcrübəvizdir, aktivliyinizdir. Ona görə təqaüdlərin birində bəli, mütləqdir, yəni dövlət təqaüd proqramında, digərində isə mütləq deyil, hansı ki İsveçin öz təqaüdüdür. Tədris dili hansıdır və dil bilikləri üçün hansı sertifikatlar tələb olunur? Tədris təbii ki iki dildə ola bilər, amma biz əsasən ingilis dilində müraciət edirik. İngiliscə müraciət zamanı universitetlərin əksəriyyəti, hətta %95%-i 6-5 IELTS tələb edir və minimum bölmədə, yəni bəziləri 6-dan, bəziləri saat 5-5-dən aşağı olmamaq şərtinə tələb edirlər. Yəni ingilis dil biliyi tələbi var və rəsmi sertifikat IELTS sertifikatı tələb olunan üçün minimumda 6-5. Bu il üçün İsveç universitetinin qəbul deadline bitib. Bəli, İsveç universitetinin qəbul deadline bitib. 15 yanvarda qədər universitetlərin sıralanması olunmalı idi. 15-dən sonra isə belə deyək, universitetin xüsusi tələbləri qarşılanan sənədlər yüklənməli idi və fevral ayında isə İsveçin öz təqaüdünə müraciət var idi. O da yekunlaşıbdır artıq fevral ayının 25-də. SI təqaüdünü qəbul almaq üçün əsas nələr lazımdır? SI təqaüdü professional təqaüddür. Ona görə qazanmaq üçün əsas iş təcrübəsi. İş təcrübəniz nə qədər çox olarsa, öz sahəniz üzrə olarsa və hər il İsveçin elan elədiyi xüsusi qruplar var. Məsələn, STG ola bilər, STEM ola bilər və s. və axır. Bunlara aiddirsə, deməli, daha çox şansınız var və nə qədər çoxsa o qədər şansınız var. Fully funded təqaüd üçün göstəricilər necə olmalıdır? Qeyd edelim, dövlət proqramı üçün 81+ ortalama 7 IELTS lazımdır. İsveç təqaüdü üçün isə, belə deyək, IELTS tələbi yoxdur. Amma universitetlər 6-5 tələb edir, ortalama tələbi yoxdur. Əsas da iş təcrübəniz nə qədər çox olsa ona baxacaqlar. Bakalavr səviyyəsində tədris tam ingiliscə mümkündür, IELTS tələbi nə qədərdir? Bakalavr səviyyəsi üzrə ingilis təhsili var təbii ki. IELTS tələbi də masterla eynidir, 6-5 tələbidir. Dövlət proqramı ilə müraciət mümkün, bunu artıq cavablamışam. Bəli, dövlət proqramında əgər universitet adı İsveç və siyahıda universitetin adı və sizin istədiyiniz ixtisas varsa, müraciətə həyata keçirə bilirsiniz. SI təqaüdü nələri qarşılayır? SI təqaüdü qarşılayır universitetin təhsil haqqısını, aylıq ödəniş verir, sığorta, səhv xatırlamıramsa, bir də ki, bəzi orada networking orqanizasiyalar var, onlara qoşulmaqla bağlı hər hansı bir fiylər varsa, onlara da dəstək göstərir. Təhsil haqqı və yaşayış xərcləri nə qədərdir deyə başqa bir sual var. Öz hesabına getmək istəyən tələbələr üçün təhsil haqqı universitetə görə dəyişir. Adətən 10-12 min avrodan başlayır və o civarda olur. Aylıq yaşayış xərcləri isə 1000, 1100, 1200 avro civarında ortalama hesablamaq olar. Növbəti sual, təhsil müddətində işləmək mümkündürmü? Bəli, Şengen zonalarında adətən təhsil müddətində həftəlik part-time olaraq işləməyə icazə verilir, yəni 20 saat. Universitet yataqxana ilə təmin edirmi? Bu sual biraz qəliz sualdır, çünki İsveç xüsusən də paytaxt və daha böyük şəhərlərdə biraz accommodation ilə bağlı həmişə problemlər olur. Təbii ki, yataqxanaları var hər bir universitetin, amma təbii ki, kvota sayına görə dəyişir. Neçə nəfər qəbul edə bilər və İsveçdə tələbat böyük olduğu üçün adətən accommodation ilə bağlı həmişə axtarmalı olur tələbə, ev tapmalı olur və s. və axır. Amma kənar şəhərlər olanda, nisbətən balaca şəhərlər və az tələbənin getdiyi şəhərlər olanda adətən universitetin öz yataqxanası varsa, orada
avtomatik düşə bilirsiniz. Təmin olunmada sual əgər o idisə ki, universitet onun ödənişini qarşılayır və yaxud da ki, universitetin illiyinə daxildirmi? Xeyr. Avropada belə bir anlayış adətən olmur. Yəni təhsil haqqı ayrı bir anlayışdır. Universitetin yəni təhsil haqqısı, universitetin yataqxanasının ödənişi isə ayrı bir anlayışdır. Yəni fərqli ödənişlərdir ora. Belə bunlar mənim sizə İsveç haqqında verə biləcəyim ümumi informasiyalardır. Summarize eləsəm, yəni overall olaraq sizə nəticəni qeyd etmək istəsəm, 15 yanvara qədər universitet seçimlərinin tamamlanır. 4 ədəd maksimum universitet seçməlisiniz. Ən çox istədiyinizi ən yuxarıda seçirsiniz. Və 1 fevraldakı sənədlər yüklənilir, application fee, yəni müraciət haqqı ödənilir. Daha sonra isə öz hesabınıza getmək istəyirsinizsə, yəni sadəcə qəbul gözləyirsiniz. İsveçin SAY təqaüdünə müraciət etmək istəyirsinizsə, fevralda təqaüd başlayır, ona müraciət edirsiniz. Dövlət proqramına müraciət etmək istəyirsinizsə, adətən mart, aprel, məsələn bu il aprelin 15 başlayacaq. Universitetdən qəbul gözləyirsiniz ki, 15 apreldən sonra təqaüdün belə deyək, özünə də müraciət edəsiniz İsveç üçün. Bugünlük bu qədər. Əlavə başqa ölkələr haqqında video çəkməyimizi istəyirsinizsə, şərhə qeyd edə bilərsiniz həmin ölkənin adını və başqa bir suallarınız yaranarsa, onları da şərhə qeyd edərsiniz. Bizim əməkdaşlar sizin üçün o suallara cavablandıracaqlar. Vaxtınız üçün təşəkkür edirəm.